Herkese salam, kanalıma ve yeni vloga hoş geldiniz. Nihayet uzun müddətten sonra qayıtdım geldim. Əslində bunun bir səbəbi var idi. Həm telefonumun beyni dolmuşdu, videomu yükləyə bilmirdim. Əslində baxaraq ki bu video mən çoxdan çəkmişəm və çoxdan paylaşım etməliydim. Sadəcə telefonumun beyni dolmuşdu və onu heç cür mən yükləyə bilmirdim. Nə də ki zaps edərkən belə heç onu da qəbul eləmirdi. Ona görə məcbur idim ya gərək telefon beyni boşaldım ya da gərək bir pulla yer alam. O da ki mən istəmədim elə. Həm də bir balaca həvəsdən düşmüşdüm. İstəmirdim nəsə paylaşım eləyəm, nə burada, nə Instagramda. Axırıncı paylaşdığım vlogda baxıram ki baxış gəlibdi, amma ki like çox az gəlibdi. Bir daha deyirəm, dönə-dönə deyirəm. Mənə daimi dəstək olan izləyicilərimə demirəm bu sözü. Onlar mənə onsuz da dəstəkdilər. Video paylaşmaz mənə like edirlər. Buradan hər birinə təşəkkürümü bildirirəm. Sizlərin sayəsində kanalımda irəliləyiş var. Çox təşəkkür edirəm. Sözüm o insanlardır ki, məsələn baxırlar, paylaşımlar eləyirəm və daimi olaraq da onları izləyirlər. Amma ki like falan etmirlər. Bəlkə də onlar ki fikir vermirlər ya iş görərək baxırlar və sonda da təbii ki yaddan çıxır. Amma yenə də xatırlatma kimi eləmək istəyirəm. Əgər daimi olaraq izləyirsinizsə, kanalıma abunə olun, abunə deyilsinizsə və bir balaca da olsa videomu bəyənirsinizsə, sona kimi baxırsınızsa, o zaman çox xahiş edirəm like edin. Sizin bu balaca bildiyiniz dəstək mənim üçün böyük bir şeydir. Kanalım üçün irəliləyiş. Sizdən hər kəsə dərin təşəkkürümü bildirirəm. Mən əslində özümə bunu istəyirdim və güzgüsü yoxdur, əslində daha doğrusu şüşəsi yoxdur. Belə deyim sizə, ortadan da belə xətlər gedirdi, skandinaviya üslubda. Çox xoşuma gəlir və istərdim bu kitab rəfi kimi olsun məndə otaqda, amma qiyməti çox bahadır, 365 manatdır. İndirimlə də olsa, yəni bahadır yenə də. Amma çox xoşuma gəlir də bu. Öz qiyməti bunun deyəsən 600 manat olmalıdır, yəni şüşə ilə bir yerdə də. Belə bir görkəmi var, göstərim sizə. Qəşəngdir. Əslində kitab rəfi kimi bu daha yaxşıdır. Neçədir? 70 manata qoyublar bunu. Nə yaxşı öyle. Problemi nədir ki belə? Bu 95 manatadır. Baxın. Belə bir şeydir. Ay bu çox qəşəngdir. $510 manata. Mənim otaq mebelim də belədir. Belə dərinlik deyil, amma belə bir şeydir. Çox qəşəngdir amma. Ne güzeldi bu. Yolusu geldim ne alsan ucuz ala. Burada keçəndə hər zaman buraya girirəm. Bəzi şeyler var ki ev üçün burada tapa bilirəm deyənə hər zaman gəlib buradan alırım. Baxmayın adı ne alsan ucuz aldı. Amma ki qəşəng keyfiyyətli məhsulları var. Hətta bəzi məhsullar var ki Temudan olanlardır. Elə Temu ilə eyni qiymətdə olanlar da var. Hətta oradan belə ucuz qiymətdə satılan şeyler var. Yəni hər bir şey var. Bura gəlmək üçün, mütləq gəlmək üçün lazımdır əslində. Yəni istədiyiniz hər bir şeyi buradan tapa bilərsiniz. Hətta mənim bir neçə izləyicilərim var ki, gəlib buradan nələrsə alıblar, faydalanıblar. Həqiqətən də gözəl şeyler var. Məsələn, orqanayzerlər, mənim Temudan və yaxud da Trendyoldan sifariş etdiyim orqanayzerlər burada da var. Düzdür, qiymətləri bir balaca çoxdur, amma ki yenə də kim ki istəyirsə ölçüsünü falan bilmək, gəlib burada rahatça baxa bilərlər. Digər yerlərə baxanda burada ucuzdur. Hər bir şey var da, elektrotavar da var, orqanayzerlər də var, gül üçün gül qabları falan belə. Sonra xostavar da var, indi göstərəcəm sizə. Xostavar da çox yaxşıdır. Bildiyiniz hər bir şey var da, gəlib rahatçılıqla buradan baxıb əldə edə bilərsiniz. Mən hər zaman gəlib buradan alıram. Eve gitməmişdən öncə isə dedim bir iki dənə də mağazaya baş çəkim. Məsələn girdim bura ki bir dənə balaca tort alım, gedim keçək çay içək. Mən əslində tort elə də çox yemirəm, amma ki hərdən belə adam ürəyi istəyir deyə alıram. Sonra çöldən biraz alça aldım və girdim İran mağazasına. İran mağazasından isə bunu aldım. Bir də bəzi sabun falan belə bir şeylər aldım, qayıtdım evə. Hətta fikir verirsiniz burada Asperox'un pol təmizləmək üçün vasitəsi də var. Çox qəşəngdir. Çox o qədər gözəl qoxusu var ki, qəşəng də təmizləyir. Məsləhət görürəm almağınızı. Burada 7 manat idi bu mağazada, amma başqa yerlərdə məsələn 6 manat neçə qəpiyə 8 manat və hər cürə qiymətlər var yəni. Elə bunları da aldım. Bir də mənim ən sevdiyim burada bir də Cihan çay var. Onu da çox sevirəm, amma ki Bahajda shoppingdən bunu aldım. Bunu götürdüm. Bu sabunu götürdüm. Belə bir şeylər götürdüm. Ondan qabaq Starbucks'dan sifarişlərimi götürdüm və gələrkən alça götürdüm biraz da belə. Всё. Üstdən bunu aldım. Deməli, bu 52 litr tutur. Oyuncaqları məncə çox da yaxşıdır, böyük bir şeydir. Elə çox oyuncaqlar yoxdur, ona görə elə bunun ölçüsü daha yaxşıdır. Nə alsam ucuz ala gəldim oradan da. 2 dənə belə dipçək. Bu dipçəkləri mən süni güllərim üçün istəyirəm. Çünki kamera niyə belə çəkir? Mən əslində qara rəng istəyirdim, amma ki qara yox idi. Boz rəng var idi, ona görə ağ götürdüm. Və bir də belə dəsmal orada göstərdiklərimi, stol dəsmalları çox qəşəngdir. Bir güllü çiçəkli əsl yay üçün o gedir. Buna isə verdim 3.30. Bunun qiymətini demədim. Bunun qiyməti 1 manat 50 qəpik bir dənəsi. Və çekor. Bunu mən indi burada
şəklini paylaşacağım. Nə olduğunu siz artıq başa düşəcəksiniz. Bundan bir ədədi də var. O da gəlsin, birlikdə göstərəcəm sizə hara yapışdıracağamsa. Yəqin ki, siz düşündünüz ki, televizorun arxasına, amma yox, başqa bir yerə yapışdıracağam. Ona görə izləmədə qalın, kanalıma abunə olun. Birlikdə bunu mən dediyim yerə yapışdırarıq. Bu nədir? Ha, bildim. Yəqin ki, mənim ağ balaca jurnal kimi görübsünüz. Belə premouqolnik, bilmirəm Azərbaycan dilində nə deyilir adı, o formada belə bir süfrə aldım. Rezinkalıdır, buraları düzdür. Belə bir materiallarda fikir verirsiniz. Burada rəngi açıq görsənər, amma realda bundan tündür yəni. Bir dənə şalvar sifariş etdim. Bu şalvarı görən kimi çox xoşuma gəldi. Həqiqətən də gözəl oldu. Bu niyə belə böyükdür? Başa düşmək. M ölçü sifariş etmişəm, amma belə bir böyük kimidirmi, yoxsa nədirsə? Geyinib baxaram. Belə şəklini paylaşıram, siz baxarsınız. Belə qəşəng enli şalvardır. Yəni gödək kofta ilə də geyinmək olar. Mən elə gödək koftalarım çoxdur. Fikirləşdim ki, elə onunla da qəşəng, onlardan qəşəng uyumlu olacaq. Burada belə bir detalı var. Rəngi burada açıq düşür, amma realda belə bundan tündür də biraz. Belə qayçımı gətirərdim. Aklınızdadırsa, mən keçən vlogda da deyəsən demişdim ki, kravatımın üst hissəsinə mən ramkam var, boşdur. Onun içinə bir dənə ramka sifariş etdim. Oy, poster sifariş etdim. Əslində Temu'dan gələn posterlərin hamısından razı qalmışam. Oy, nə gözəldir. Tam mənim otağıma uyğun bir şeydir. Bu nədir? Pomadadır bu. Deyirəm axı. Bu pomada əslində yaxşıdır, pis deyil. Sadəcə çox belə quru kimi oturur. Zərləri daimidir, amma dediyim kimi, yəni quru olduğuna görə çox da elə bəyənmədim. Belə qat kimi oturur. Ya gərək balzamla bunu çəkəsiniz ki, biraz belə nəm kimi olsun. Artıq bilirəm nə var bunda, ona görə rahat, ürək rahatlığı ilə bunu mən sökürəm. Bu moltigiləri mən 10 cm sifariş etmişəm, amma evə gələrkən, açarkən, baxarkən gördüm ki, yox, divarıma çox balacadır, amma bunları geri qaytarmadım, çünki çox qəşəngdir, başqa bir yerdə istifadə eləyərəm. Amma sonra daha böyük ölçüsünü sifariş etdim, ağ rəngdə. Yenə həmin o göstərdiyim sizə bu şəkil yapışdırmaq üçün divara, yəni divara deşmədən yapışdırsanız şəkil qalır. Baxın, ondan sifariş elədim. Kəmərdir bunlar. Bir belə tünd rəngdə, qara deyil bu. Düz tam elə aydın olmur rənglər, çünki realda bunlardan açıq rəngdir. Məsələn, bu da açıq rəngdir, amma kamerada tünd görsənir. Yenə də dedim belə göstərim sizə, baxın, belə bir şeydir. O vlogumu yəqin ki, görmüş olarsınız. Birlikdə bu moldingi yapışdırmışdıq, amma mən düşündüm ki, çox lütdü, ona görə içindən bir dənə də molding istəyirəm getsin. Sadəcə belə bəzəkli. İndi görürsünüz ki, çox balacadır, ona görə böyüyünü sifariş etdim. YouTuberlərin ən böyük arzusu 10 min, 100 min, 1 milyon takip yığmaqdır. Həmçinin mənim də ən böyük arzum o idi bu YouTube'a gələrkən. Ona görə mən sizə hər dəfə deyirəm ki, bəs mənə dəstək olun ki, yəni ki, o rəqəmləri mən də görüm. Çox istəyirəm həqiqətən də. Allah hər kəsin arzusunu yerinə yetirsin. Bu mənim də arzumdur təbii ki. Əslində yəqin ki, əvvəldə məni izləyənlər bilər ki, bəs mən bura pul qazanmaq üçün gəlməmişəm. Sırf mən burada takip yığmaq üçün və gözəl-gözəl izləyicilərim olsun, bir ailə olaq deyə yaratmışam bunu. Ona görə çox xahiş edirəm, mənə dəstək olun. Şəkildə bu biraz belə deyim, kofe rənginə oxşuyur, açıq kofe rəngdə, amma burada belə qırmızı tıl var. İndi bir sinə fikirləşdim. Bunu mən geri qaytarası deyiləm, çünki almışam, həm də qəşəngdir də belə. Qəşəng də yaraşdı bura. Sadəcə fikirləşirəm, bunu günün altına qoyaram, biraz rəngi bozarar. Və baxaram da müşahidə edərəm. Baxaram, bozarmış o vəziyyəti daha qəşəng görsənir məncə. Qəşəng görsənir məncə. Bəli, bu bizim evdir. Siz sadəcə bir küncünü görürsünüz, amma siz zalı görərsiniz də. Sadəcə o kadrı istəmədim görəsiniz. Yəni bəlli məsələdir ki, ortalıqda iqruşkalar, paduşkalar hər zamanki kimi. Amma mənə bu xoşdur əslində. Yəni uşaqlarım aktiv oynayırlar deyə mən elə çox elə buralara dəymirəm. Qoyun oynasınlar deyirəm, dağıtsınlar, töksünlər. Nə vaxt ki bezirlər, o zaman yığışdırırıq. Bu isə mənim süfrəmdir, gördüyünüz kimi. Görün nə gözəldir. Çox qəşəngdir. Sadəcə böyük ölçüdür. Mən bunu bilirdim alarkən. Çünki jurnalnik üçün belə süfrə yoxdur. Ona görə böyük ölçü aldım, böyük stol üçün. Dedim sonra özüm gələrkən belə rezinka ilə falan kəsərəm, qısaldaram onu. Amma hələ ki eləməmişəm. Vaxtım yox idi sadəcə ona vaxt ayırmağa. Ona görə hələ ki qalıb elə. Nəysə, burada isə uşaqları bağçaya qoymuşduq və dedim bir dənə bunların yığışqalarını falan qəşəng bir dənə səliqəyə salım. Çünki arasında qırıqlar da var idi. Ona görə dedim ki, bunları bir dənə qəşəng seçim, yığışdırım. Amma inanın ki, mən bunları seçdim. Qırılmışları atdım. Sonra uşaqlar gələrkən bunları hamısını tökdülər yerə. Yəni o boyda yığdım, yığışdırdım, gəldilər yenə tökdülər yerə. Dedim, eyb yox, əsas odur. Uşaqlar oynasınlar. Yəni böyüyəndə heç yadlarına düşməyəcək ki, hardasa iqruşka var, gedək oynayaq. Ona görə mənə belə xoşdur.
Bilmirəm sizlər necə yanaşırsınız buna? Yəni qoyursunuz, icazə verirsiniz uşaqlarınız dağıtsın evi, otağı filan. Mən məsələn qoyuram. İcazə verirəm ki, dağıtsınlar, eləsinlər. Bizdə ən çox dağılan yer elə bura zaldır. Əsas oturduğumuz yer, amma yenə də olsun dedim. Və bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. İnşallah gələn vloqda görüşərik. Hələlik. Və bu da belə yığdım. Qəşəng səliqəli oldu. Bura topları qoydum. Toplar əslində yenə var idi, amma ki, hara qoyublar onu bilmirəm, tapmaq lazımdır. Sonra burada yumuşaq oyuncaqlardır və belə toplardır. Burada isə belə qarışıq oyuncaqlardır. Görüm onu. Biraz geleyim. Bağlaya bilim deyə. Düzdür, yenə bağlanmadı, amma eyib yox. Bunda belə. Orada isə zibillərdir, onları da atacağım.